Bu sadəcə kompüter deyil. Qarşınızda 2026-nın əsl canavarı dayanıb. Lenovo Log Tower'ın içindəkiləri eşidəndə şoka düşəcəksiniz. Bu maşının ürəyində ən yeni Intel Ultra 5 255HX prosesoru döyünür. Sürət tam 5,20 GHz-ə qədər qalxır. Amma əsas bomba bu deyil. Diqqət! Cihaz köhnə nəsil yox, məhz Nvidia GeForce RTX 5060 ilə təchiz olunub. Bəli, düz eşitdiniz. 50-ci seriya və 5 GB VRAM. İstər ən ağır oyunlar, istərsə də 3D render. Bu kart istirahətsiz işləyəcək. Sürətdən danışaq, standartları unudun. Tower'ın daxilində 32 GB həcmində ən son texnologiya DDR5 RAM var. Yaddaş isə 1 TB-lıq sürətli SSD. Donma, gecikmə, yer azlığı bu sözləri lüğətinizdən silin. Sistem sadəcə uçur. Lenovo ergonomikanı da unutmayıb. Ön paneldə USB-C və audio giriş, arxada isə USB port, HDMI, LAN və təbii ki, daxili Wi-Fi və Bluetooth modulu. Hər şey yerli yerində. Lenovo Log Tower adı üstündə qala kimi cihazdır.